Əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri, Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm Kitabı. Bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Şamaxı şəhərindəyik, Şamaxı rayonundayıq. Biz Şamaxı rayonunda dəfələrlə gözəl çəkilişlər eləmişik. Bugünkü gündə sizə təqdim edəcəyimiz şagird qabaqcıl və nümunəvi şagirdlərdən biridir. Gələcəkdə bizim üzümüz olan şagirddir. Mən istəyirəm bu şagirdimizi siz də tanıyın. Gözəl balamız adın soyadın nədir? Məryəm Əlquliyeva. Məryəm Əlquliyeva. Əlquliyeva. Çox gözəl. Böyüyəndə inşallah hansı peşəyə sahib olmaq istəyirsən? Həkim. İnşallah. Arzu edir ki, ən yüksək balla tibb universitetinə qəbul olasan. Gözəl balamız, həkim olmaq arzusu səndə nə vaxtdan yarandı? Yaxınlarından, tanışlarından, qohumlarından həkim varmı? Yoxsa elə uşaqlıq arzundur? Qohumlarımdan da var. Var həkim olanlar. Çox gözəl. Hansı məktəbin şagirdsən? 3 nömrəli, 5 nömrəli də 5 Avropa liseyinin şagirdsən. Çox gözəl. Məktəbdə ən çox sevdiyin müəllimlər hansılardır? Pərvanə müəllim. Sonra? Başqa heç kim. Bütün müəllimlərə zadından dərin təşəkkür edirik. Və o müəllimlərlə bərabər sənin yaxşı təhsil almağında daha çox əziyyət çəkir sənin valideynlərin. Atadır, anadır, nənədir, babadır, onlara da dərin təşəkkür edirik. Atanın adı nədir? Samir Əlquliyeva. Samir bəyə də dərin təşəkkür edirəm. Gecə-gündüz əziyyət çəkir, yuxusuz qalır. Sizin yaxşı təhsil almaq üçün əlindən gələn əsirgəmir. Ona görə Samir bəyə də öz adınızdan sağ ol deyirik. Ananın adı nədir? Kəmalə Əlquliyeva. Kəmalə xanım da sizin təlim tərbiyəsinə məşğuldur. Ali təhsillidir. Ona da öz adınızdan sağ ol deyirik. Bu günlərim 29 iyun tarixidir. 2025-ci ildir. Bu kadrları 10 il sonra, 20 il sonra baxanda bizə verdiyin sözü xatırlayacaqsan. Bizə nə söz verirsən? Gələcəkdə vətənimizin dəyərli vətəndaşı olmağa, bayrağımızı yüksəklərə qaldırmağa, atanla ananın dəyərli övladı olmağa söz verirsənmi? Verirəm. Biz də sənə söz veririk ki, sən uğur və nailiyyətlərini işlandıracaq. Uğurların bol olsun gözəl bala. Təbrik edirəm səni. Bundan da yüksək adlara layiq görməsən. Bəli, hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəri, Qızıl Qələm mükafatçı jurnalist. Bu günlərim gözəl balamızı çəkdik, gözəl balamıza uğurlar dilərik. Təşəkkürlər, minnətdarım. Sağ olun.